Və davam edirik. Ötən günlərdə prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin publik data portalının təqdimatı oldu və daha sonra təqdimat həmin o dövlət idarəetməsində data əsaslı qərar qəbul etmə mövzusunda panel müzakirələri davam etdi. Tədbirdə müxtəlif dövlət qurumlarının şirkətləri, müvafiq nümayəndələri də iştirak edirdi və bu portalın təyinatının hansı istiqamətlər üzrə gedəcəyini təhlil edəcək. Eyni zamanda Asan Xidmətin də son illərdə həyata keçirdiyi o layihələrdən də danışacağıq və qonaqlarım var studiyada. Azərbaycan Prezidenti yanında Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr Şöbəsi müdiri Məhəmməd-Əli Xudaverdiyev və xoş gəlmisiniz və eyni zamanda da Analitik Təhlil və Statistika Şöbəsinin müdiri Murad Fətullayev. Murad müəllim, xoş gəlmisiniz. Hər ikinizi salamlayıram studiyamızda və ilk olaraq istəyirsinizsə Murad müəllimdən başlayaq, çünki Asan Xidmətin kompleks yanaşmasından biz danışacağıq və bu layihənin biz bildiyimiz qədərilə bir çox ölkələrdə artıq alternativi təqdim olunur və mütəmadi olaraq səfərlər biz görürük ki, agentlik tərəfindən həyata keçirilir və Azərbaycanın milli brendi olan Asan Xidmət hazırda hansı ölkələrdə tətbiq olunur? İstərdim bax bu haqda izləyicilərimizə daha ətraflı məlumat verəsiniz. Buyurun. Təşəkkür edirəm sualınız üçün. İlk öncə ondan başlayaq ki, biz publik data portalın Dövlət Agentliyinin 2 həftə öncə təqdim etdiyi publik data portalın yaranma səbəbi nədir? O barədə danışmaq istəyirdim. 2000-ci illərin əvvəllərindən ümumiyyətlə ölkədə rəqəmsallaşma prosesi başladı və bu rəqəmsallaşma prosesi təbii olaraq dövlət qurumlarına da yan keçmədi və təqribən son 20 ildə bütün dövlət qurumlarında böyük həcmdə öz fəaliyyətlərini, təqdim etdiyi xidmətləri elektron mühitə və rəqəmsal mühitə keçirdiklərinə görə böyük həcmdə məlumat toplamağa başladı dövlət qurumları və təbii olaraq bu toplanmış bu məlumatların ictimaiyyətə açıqlanması zərurətini yaratdı. Və bu səbəbdən çıxış edərək Dövlət Agentliyi təqribən bir il öncə özünün fəaliyyəti ilə bağlı yaranmış açıq məlumatları ictimaiyyətə təqdim edəcək bir publik data portalının yaradılması üzərində işləməyə başladı və 4 aprel tarixində bu publik data portalının ictimaiyyətə təqdimatı oldu və cəmiyyətin istifadəsinə verildi. Mahiyyəti nədir publik data portalının? Publik data portal Dövlət Agentliyinin 12 illik fəaliyyəti nəticəsində formalaşmış bütün məlumatların, konfidensial və məxfi olmayan bütün açıq məlumatların ictimaiyyətin müxtəlif təbəqələrinin istifadəsinə verilməsi məqsədinə yaradılıb. Burada həm istifadəçilər söhbət gedir, həm kütləvi informasiya vasitələri, həm akademik dairələr, hansı ki, təhqiqat aparan və bu sahədə elmi araşdırma aparan, istər tələbə heyəti olsun, istər müəllimə heyəti olsun, bununla bağlı tez-tez Dövlət Agentliyinə müraciət edib müəyyən məlumatlar, sorğular əldə edirlər. İstər burada digər dövlət qurumları olsun, eyni zamanda biznes iştirakçıları, hansı ki, onlar xüsusilə də o biznes iştirakçıları ise onların fəaliyyəti dövlət xidmətlərinin göstərilməsi sahəsində sıx bağlıdır. Və gördüyünüz kimi müxtəlif sahələrdə və müxtəlif cəmiyyətin fərqli qruplarının istənilən dövlət qurumunun fəaliyyətini və təbii ki, Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı yaranan bu maraq tez-tez agentliyin fəaliyyəti ilə bağlı məlumatların sorğulanmasına nəticələnir və artıq agentliyin fəaliyyəti ilə bağlı bütün açıq tipli məlumatları vətəndaşlar opendata.vxcda.gov.az saytına giriş etməklə istədikləri məlumatları istədikləri formatda əldə edə bilərlər. Burada təqdim olunan məlumatlar qeyd etdiyim kimi açıq məlumatlar portalının yaradılması ilə bağlı Avropa İttifaqının müəyyən etdiyi müəyyən bir standartlar var və bu portal da həmin standartlar əsasında yaradılıb. Hər hansı bir rəqəmsal bilikdən də tələb olunmur portaldan istifadə etmək üçün. İstənilən sıravi vətəndaş və yaxud da agentliyin fəaliyyətində marağı olan hər bir kəs girib orada agentliyin fəaliyyəti ilə bağlı istədiyi məlumatı, datanı çəkib istifadə edə bilər. Əslində kifayət qədər əlverişli bir portal olduğunu biz sizin şərhinizdən bildik. Müzakirəmizi davam edəcək, amma sizlə davam etmək istəyirəm. Biz Asan Xidmətin ümumiyyətlə fəaliyyət istiqamətlərindən danışdıq girişdə və Asan Xidməti biz bilirik ki, ölkəmizə səfər edən liderlər də, müxtəlif qurumların rəhbərləri də gəlirlər, baxırlar və heyrət içində izləyirlər. İstərdim bax, hansı ölkələrdə alternativi təqdim olunur bu haqda informasiya verəsiniz izləyicilərimizə?
edirəm Rəfa xanım. Bildiyiniz kimi Asan Xidmət və ümumiyyətlə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya Dövlət Agentliyi möhtərəm cənab Prezidentin 2012-ci ildə imzaladığı fərmanla təsis olunub və 2013-cü ildə artıq ilk Asan Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Bu günə qədər bildiyiniz kimi 28 Asan Xidmət Mərkəzi ölkə üzrə fəaliyyət göstərməkdədir. Və Asan Xidmətdə tətbiq olunan innovativ həllər, dövlət xidmətlərində effektiv və innovativ texnologiyaların tətbiqi, bundan əlavə vətəndaşlarla etik davranış qaydalarına riayət, şəffaflığın təmin olunması vətəndaşların, eləcə də xarici ictimaiyyətin mühüm diqqətinə səbəb olub. Siz də doğru qeyd etdiniz. Ölkəmiz səfərdən bir sıra dövlət və hökumət başçıları, bir sıra xarici dövlətlərin yüksək vəsaitli rəsmiləri ölkəmizdə olarkən mütləq Asan Xidmət Mərkəzinə də baş çəkirlər və burada göstərilən xidmətlərdən razılıqlarını ifadə edirlər. Qeyd edim ki, hazırda Asan Xidmət 30-dan çox dövlətlə paylaşılır. Biz artıq bu istiqamətdə bir sıra dövlətlərlə sazişlər imzalamışıq. Mən deyə bilərəm ki, Asan Xidmət hazırda Asan Xidmətin ixracı istiqamətində 4 qitə ilə, daha konkret desək, Avropa, Asiya, Afrika və Amerika qitələri ilə əməkdaşlıq edirik. Ölkələrinin adlarını çəksək bəs necə? Bəli, Asan Xidmət artıq hazırda İndoneziyada, Özbəkistanda və Uqandada fəaliyyət göstərir. Əgər bir gün yolunuz İndoneziyaya düşsə, istənilən bir şəhrinə, orada siz Asan Xidmət əsasına fəaliyyət göstərən mərkəzlərin şahidi ola bilərsiniz. Eyni ilə dost qardaş Özbəkistana yolunuz düşərsə və bu paytaxt Daşkənd və yaxud digər şəhərlərinə Asan Xidmət əsasında fəaliyyət göstərən mərkəzlərin şahidi ola bilərsiniz. Biz 2 il öncə Uqandada da Asan Xidmətin açılışını, əsasında fəaliyyət göstərən mərkəzin açılışını etdik və təbii ki, bu yaxınlarda da, bu il çərçivəsində də həm Afrika qitəsində, eləcə də Avropa qitəsində Asan Xidmətin ixracı istiqamətində uğurların şahidi olacağıq. Belə ki, Afrika qitəsi ilə biz sıx olaraq Efiopiya ilə, Somali, Qvineya, Bissau, Mərakeş, Tanzaniya, Senegal bu kimi dövlətlərlə əməkdaşlıq edirik. Eyni zamanda Avropadan desə, biz Rumıniya ilə ötən ilin oktyabr ayında saziş imzaladıq və Asan Xidmət təcrübəsinin Rumuniyaya transfer istiqamətində də aktiv əməkdaşlıq həyata keçirilir. Bir məsələdə toxunum ki, biz artıq bu ilin, cari ilin fevral ayında Dubayda keçirilmiş Dünya Hökumətlər Samiti çərçivəsində Amerika qitəsi ilə də əməkdaşlığa başladıq. Kolumbiya ilə əməkdaşlıq memorandumu imzaladıq və bu memorandum nəticəsində Kolumbiyanın müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qulluqçularına Asan Xidmət modeli əsasında təlimlər keçiriləcək, ölkəmizə Kolumbiya dövlət rəsmiləri təcrübə səfərləri edəcək və Asan Xidmətin paylaşılması istiqamətində zəruri tədbirlər görüləcəkdir. Mənim üçün maraqlıdır. Siz vurğuladığınız ölkələrdə ki, artıq Asan Xidmət fəaliyyət göstərir. Orada informativ bir keçid varmı ki, bu Asan Xidmətin nümunəsi əsasındadır? Bəli, siz əgər həmin ölkələrə baş çəksəniz, bu cür deyim ki, deməli, onların beynəlxalq hesabatlara, Dünya Bankının, Birləşmiş Millətlər Təşkilatının hesabatlarına əgər nəzər salsanız, orada bu məsələlər açıq şəkildə qeyd olunub. Eyni zamanda biz açılışları edərkən bu mərkəzin Azərbaycan dövlətinin töhfəsi nəticəsində və dəstəyi nəticəsində burada bilik və bacarıqların ötürülməsi, eyni zamanda təcrübənin paylaşılmasından söhbət gedir. Lövhələrə rast gələ bilərsiniz. Biz orada lövhələri yerləşdiririk və qarşı tərəfin təbii ki, icazəsi ilə və özləri də siz əgər belə deyək, həmin dövlətləri müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərindən, dövlət hökumət nümayəndələrinin, rəsmilərinin çıxışlarına diqqət yetirsəniz, görəcəksiniz ki, bəli, bu ölkəmizin qabaqcıl təcrübəsinin əsasında yaradıldığı özlərinin çıxışlarında da öz ehtimal. Gəlin elə bu məqamda həm də Asan Xidmətin əldə etdiyi mükafatlardan danışaq. Asan Xidmət bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bu istiqamətdə xüsusi olaraq 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təqdim olunan dövlət xidmətlərinin göstərilməsində təkmilləşmə əsasında ən yaxşı model hesab olunub və qeyd edim ki, Asan Xidmət 800-dən çox namizəd arasından seçilib və BMT özü Asan Xidməti məhz üzv dövlətlərə nümunə kimi deməli göstərir, tövsiyə edir və ölkəmizin vətəndaşların 99% məmnunluq əmsalına nail ola bilən və dövlət başçımızın etimadı və dəstəyi nəticəsində bu cür uğurlara gətirib çıxaran qabaqcıl modelimiz BMT tərəfindən yüksək qiymətləndirilir. Daha sonra 2019-cu ildə BMT tərəfindən ölkəmizdə keçirilən dövlət xidmətləri forumu çərçivəsində Asan Xidmət növbəti dəfə önəmli
önəmli mükafata, innovasiyaların dövlət xidmətlərinin tətbiqi sahəsində xüsusi mükafata layiq görüldü. Bundan əlavə olaraq 2023-cü ildə Asan Xidmət Birləşmiş Ərəb Əmirlikliyində hər il keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində 100-dən çox dövlət arasından dünyanın ən qabaqcıl dövlət xidməti seçildi və xüsusi mükafatlar tərtib edildi. Bu sadaladığım mükafatlar Asan Xidmətin qazandığı çoxsaylı mükafatların sadəcə bir qismidir. İstədim onları qeyd edim. Əlbəttə ki, vaxtımız çox gedər mükafatların hamısına. Təşəkkür edirik. Mövzuya geri dönəcəm, amma biz publik data portalından danışırdıq sizinlə və artıq izləyicilərimizə də məlumat verdik ki, portalın yaradılması hansı məqsəd daşıyır və siz də şərhinizdə vurğuladınız hansı fəaliyyət istiqamətləri var, amma istərdim ki, biraz daha detallı yanaşaq və fərdi məlumatların qorunması istiqamətində də suallar var təbii ki, qorunurmu və yaxud da istifadə rahatlığı necədir? Bax, bu suallara istərdim ki, izləyicilərimiz üçün də maraqlı olar. Yəqin ki, bax, bu suallara cavab tapmaq istərdik. Publik data portal yaradılarkən məlumatların qorunması ilə bağlı Azərbaycan Respublikasının müvafiq qanunverici aktlarının tələblərinə riayət olunub. Yəni, biz bugün publik portalın istənilən bir oradan hər hansı bir məlumatdan istifadə etsək, orada Azərbaycan qanunverici ilə müəyyən olunan hər hansı bir fərdi məlumat, konfidensial məlumat və yaxud da məxfi məlumat kimi təsdiqləşdirilən hər hansı bir məlumata rast gələ bilmərik. Yəni, burada tam qanunverici ilə açıq olan məlumatlar və ümumiləşdirilmiş məlumatlardan istifadə edilir. İstifadə rahatlığına gəlincə, elə burada sizdə ekranda da nümunə olaraq bir publik portalın səhifələrindən biri nümunə kimi görünür. Publik data portal yaradılarkən maksimum dərəcədə hər hansı bir rəqəmsal bilik tələb olunmadan istənilən vətəndaş tərəfindən rahat istifadə olunan bir formada yaradılıb. Yəni, buradakı məlumatlardan öncə də qeyd etdiyim kimi həm sıravi vətəndaşlar, həm də bu sahədə mütəxəssis olan texniki mütəxəssislər də istifadə edə bilərlər. Hətta biz bu vizualların arxasında dayanan məlumatları, datanın özünü texniki mütəxəssislər və yaxud da bu sahədə hansı bir təhqiqat aparan şəxslər rahat formada yükləməklə biz ona belə də kompüter tərəfindən oxuna bilən formatda, belə adlandırılır texniki olaraq, o formada yükləyib həmin məlumat üzərində istədikləri təhlil apara bilərlər. Yəni, dünya təcrübəsində açıq məlumatlar portala yaradılarkən hansı prinsiplər qorunmalıdırsa, bu portalla yaradılarkən həmin prinsiplərə riayət olunur. Dünyamız təbii ki, dəyişir, dəyişikliyə də biz də uymalıyıq və süni intellektin tətbiq olunması məsələsi də var. İstərdim ki, data əsaslı qərar qəbul etmə nədir mövzusuna biz toxunaq. Bax, bu suala cavab tapaq ki, yəqin ki, bu da izləyicilərimiz üçün maraqlı olar və Dövlət Agentliyinin data əsaslı hansı idarəçilik təcrübələri mövcuddur və bu necə tətbiq olunur? Bax, bu haqda istərdim danışasınız. Bəli. Ümumiyyətlə, data 21-ci əsrin nefti sayılır, rəqəmsal mühitdə neft sayılır. Nəyə görə belə adlandırılır? Çünki istənilən bir idarə etmədə və istənilən bir qərar qəbul etmə prosesində data çox önəmlidir. Agentlik öz fəaliyyətində təbii olaraq həmin topladığı datalar əsasında müəyyən həllər hazırlamaqla gündəlik fəaliyyətində istər gündəlik verilən qərarlar olsun, istər təşkilatın fəaliyyəti ilə bağlı olan hər hansı bir strateji qərarlar olsun, bütün bu qərarların şəxsi təcrübələrə, şəxsi intuisiyaya və yaxud da ki, şəxsi gümanlara, fərziyyələrə deyil, real toplanmış dataya əsaslanması əsasında müəyyən bir həllər yaradır. Nümunə olaraq deyə bilərəm, məsəl üçün, agentliyin tabeliyində fəaliyyət göstərən Asan Xidmət mərkəzlərində vətəndaş sıxlığının idarə edilməsi, orada vətəndaşların məmnuniyyətinin artırılması üçün dövlət qulluqçularının etik davranış qaydalarına riayət edilməsi, bu prosesin izlənilməsi, ümumilikdə Asan Xidmət mərkəzlərində xidmət proseslərinin öncədən müəyyən edilmiş standartlar əsasında aparılmasını, monitorinqi, bunların proseslərin hamısı süni intellekt əsasında və data əsasında qəbul edilən qərarlarla idarə olunur. Siz hər bir vətəndaşımız demək olar ki, Azərbaycanda Asan Xidmət Mərkəzindən həyatında bir dəfə də olsa hansısa bir xidmətdən yararlanıb. O pərdə arxasında əslində 400-ə yaxın təqdim olunan dövlət və özəl xidmətlərinin hər biri öncədən müəyyənləşmiş konkret bir xidmət standartları əsasında aparılır. Yəni, məsələn, vətəndaş növbədə bu qədər müddətdən çox gözləməməlidir və yaxud da vətəndaşa hansısa bir xidmət göstərilirsə, xidmətin göstərilməsi prosesi bu qədər müddətdən çox çəkməməlidir. Eyni zamanda dövlət qulluqçusu, məsələn, fərz edək şəxsiyyət vəsiqəsini təqdim edən hansısa bir dövlət qulluqçusunun konkret geyin formaları var, o geyin formalarını pozulmalıdır və s. Yəni, eyni qədər prosesdə vətəndaşların zahirən o prosesi görmədiyi pərdə arxasında olan en sayda standartlar var ki, həmin standartlar data əsasında və süni intellekt əsasında yaradılmışdır.
yaradılmış Bəli, texnologiya daha ilə rahat idarə təmin olunur. Bəli. Məsələn, situasiya mərkəzi var agentliyin tabeliyində, hansı ki o kamera müşahidə sistemidir və kamera müşahidə sistemi xidmət göstərən dövlət qulluqçularının hansısa bir davranış qaydalarında, geyim qaydalarında, ümumilikdə xidmət prosesində hansısa bir qaydanı pozmadığını müşahidə edirik. Siz fərz edin ki, Məhəmməd müəllim də qeyd etdi, 30-dan çox xidmət mərkəzi var və bu xidmət mərkəzlərinin hər birində 400-ə yaxın xidmət var. Yəni bu qədər böyük bir həcmdə bir prosesi insan əməyi olmaqla izləmək təbii ki, çox çətin bir prosesdir. Mümkündür, amma buna çox böyük bir resurs tələb olunur. Ona görə biz bu prosesi situasiya mərkəzində süni intellektdə obyekt tanıma adlandırdığımız bir həll vasitəsilə qeydə alınan nöqsanların avtomatik şəkildə müəyyənləşdirilməsi, məsələn, tutaq ki, əgər dövlət qulluqçusu hansısa bir geyim qaydasını pozursa və ya da xidmət zamanı xidmət yerində deyilsə, bu tipli həmin obyekt tanıma adlandırdığımız süni intellekt həlli vasitəsilə avtomatik müəyyənləşdirilməsi və həmin nöqsanlar real vaxt rejimində aidiyyatı qərar qəbul edən şəxslərə ötürülməsi və aradan qaldırılmasını daha rahat problemi həll etmək təmin olunur və insan resursu istifadə edilmədən. Mövzuya geri dönəcəm. Siz vurğuladınız ki, BMT tərəfindən asan xidmət modeli digər ölkələrə də bir nümunə kimi təklif olunur, tövsiyə olunur və aprel ayında BMT-dəki tədbir haqqında istərdim məlumat verəsiniz ki, bu bizim üçün nə demək idi və biz hansı qorizontdakı perspektivlərdən danışa bilərik? Çox sağ olun Vəfa xanım. Çox önəmli bir məqama toxundunuz. Bildiyiniz kimi asan xidmət olaraq deməli aprel ayında New York şəhərində yerləşən, BMT-nin New York şəhərində yerləşən mənzil qərargahında mühüm bir plenar sessiya təşkil etdik. BMT-nin müvafiq departamenti ilə birlikdə. Müvafiq plenar sessiya 2024-cü ildə ölkəmizdə çox uğurla təşkil olunmuş COP29 çərçivəsində asan xidmətlə, Azərbaycan hökuməti ilə daha doğrusu Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış töhfə sazişi nəticəsində təsis olunmuş Etimad Fondunun beləcə açılış tədbiri idi. Və bu tədbirin məqsədi bu 2 ili ehtiva edəcək layihə barədə iştirakçı dövlətlərə, BMT-nin üzv dövlətlərinə, ekspertlərə, beynəlxalq təşkilatların nümayəndələrinə məlumat vermək, asan xidmət təcrübəsinin təbliği və təşviqini təmin etmək idi. Qeyd edim ki, tədbirdə, müvafiq tədbirdə 120-dən çox nümayəndə iştirak edirdi. Müxtəlif qitələrdən dövlət qurumlarının yüksək vəsaitli rəsmiləri, beynəlxalq ekspertlər, xüsusilə qeyd edim ki, BMT-nin dövlət idarəçiliyi üzrə ekspertlər komitəsi mövcuddur. Bu sahə üzrə xüsusi və az saylı ekspertlərdən ibarətdir. Onlar orada iştirak edildi, çıxışlar etdilər və beynəlxalq təşkilatların nümayəndələri və asan xidmət barədə xoş sözlər dedilər. Bundan əlavə olaraq qeyd edim ki, müvafiq Etimad Fondunun, yəni töhfə sazişi nəticəsində təsis olunmuş Etimad Fondunun əsas məqsədi 4 qitədə asan xidmətin təbliği və təşviqini həyata keçirmək, eyni zamanda dövlət xidmətləri göstərməsi sahəsində asan xidmət çox unikal həlləri mövcuddur. Murad müəllim də qeyd elədi, bu data portal və sair vətəndaşlara təqdim olunan digər həllərimiz və bunlar bir standartı təşkil edir. Asan xidmət özündə bir sıra standartları cəmləyib və asan xidmət, yəni ölkəmiz dövlət xidmətləri göstərməsi sahəsində BMT-də dövlət xidmətləri sahəsində standartların təsis olmasına dəstək verəcək, töhfə verəcək və nəticədə müvafiq sahə üzrə standartların təsis olunması planlaşdırılır və bu cari ilin aprel ayında da təsis olmuş sessiyada qonaqlara bu istiqamətə məlumat verildi və BMT-nin baş katibinin köməkçisi asan xidmət barədə, onun dövlətlərə ixracı istiqamətində əldə etdiyi uğurlar, mükafatlarına toxundu və bu sözləri məhz öz nümayəndələrimiz tərəfindən deyil, BMT baş katibinin köməkçisi, dövlət və hökumət rəsmilərinin, yüksək vəsaitli rəsmilər tərəfindən deyilməsi çox xoşa gələn bir haldır və təbii ki, biz bundan da qürur duyuruq. Eyni zamanda biz BMT-dən danışırıq. Millətlər Təşkilatı arasında töhfə sazişi imzalanıb və bu ilin noyabr ayında Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında. Bu saziş haqqında da istərdim danışasınız. Bəli, mən belə bu müvafiq məsələni də qeyd etdim. Bəli, bu saziş ümumilikdə bayaq da qeyd etdiyim kimi 4 qitədə asan xidmət təcrübəsinin təbliği və təşviqini nəzərdə tutur. Bu nə deməkdir? Asan xidmət bildiyimiz kimi 30-dan çox dövlətə ixrac olunur hazırda və bu saziş nəticəsində asan xidmətin beynəlxalq arenada ixrac coğrafiyası daha da genişlənəcək. Saziş özü 2026-cı ilin sonu, 2027-ci ilin əvvəlinə qədər davam edəcək və müvafiq saziş nəticəsində dünyada inkişaf etməkdə olan ölkələr, inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan dövlətlər, eyni zamanda az inkişaf etməkdə olan ada dövlətlərinə dövlət xidmətlərinin göstərilməsi sahəsində dəstək göstəriləcək. Adlar varmı?
ilkin adlar olsa Bəli, belə. ilkin olaraq bu layihənin təbii ki, benefisiarları mövcuddur. Mən konkret qeyd edə bilərəm. 4 qitə qeyd etdiyim kimi Afrikadan qeyd edə bilərəm bunu. Efiopiya, Amerika qitəsindən Kolumbiya ilə, Asiya qitəsindən burada biz çalışacağıq işləyək Malayziya, Bangladeş, bu kimi ölkələrlə, Avropa qitəsindən isə Rumıniya, Serbiya, bu kimi ölkələrdə beynəlxalq tədbirlərin keçirilməsi və həmin ölkələrin eyni zamanda qonşu ölkələrdən gələcək dövlət qulluqçuları üçün təlim və tədris materiallarının hazırlanması, eyni zamanda asan xidmət ekspertləri tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur. Məhəmməd əmim, biz danışırıq, baxın, müzakirə edirik. Kolumbiya ilə olan imzalanan sənəd də var, BMT-dəki iclas da var ki, orada da asan xidmət modelinin dünyaya təqdim olunması, nailiyyətləri və s. istiqamətlərdən danışırıq. Ölkəmizə səfər edən liderlərin də və nüfuzlu şəxslərin də, diplomatların da asan xidmət mərkəzlərinə gəlməsi, orayla tanış olması ki, biz bunu izləyirik, həqiqətən də qürur verici bir məqamdır. Amma mənim üçün maraqlıdır, onları daha çox maraqlandıran suallar nədən ibarətdir? Və yaxud da təəccübləndirən məqamlar nədir? Təbii ki, hər iki məqamı doğru qeyd etdiniz. Bildiyiniz kimi, asan xidmət bu günə qədər 99%-in üzərində vətəndaş məmnunluğu əldə edib. Və indiyə qədər səhv etmirəmsə, 85 milyondan çox da müraciət daxil olub asan xidmətə və bu nə dərəcə böyük marağın olduğunu göstərir. Ümumiyyətlə, asan xidmət dövlət idarəçiliyi sahəsində bir islahatdır. Və islahat xüsusi siyasi iradə tələb edir və bu dövlət başçımız tərəfindən dayanıqlı və davamlı olaraq asan xidmətə göstərilir və dövlət başçımızın şəxsi təşəbbüsü əsasında təsis olmuş asan xidmət həm yerli arenada, həm beynəlxalq arenada uğurlar əldə edir. Və bildiyiniz kimi də dövlət və hökumət başçıları asan xidmətə səfərlər edir, burada tətbiq olunan həllərə nəzərdən keçirirlər və bir sıra dövlət və hökumət başçıları ilə yerindəcə öz rəsmilərinə təlimat verirlər ki, bu model həmin öz ölkələrində də tətbiq olunsun. Burada onların təəccübləndirən məqamları siz qeyd etdiniz. Mən bunlara deyə bilərəm. İlk olaraq girişdən vətəndaşlara münasibət, gülərüz qarşılamaq. Bu, dövlət vətəndaş münasibətində yeni yanaşma. Bura nə deyə bilərik? Könüllülərin burada iştirakı, könüllülərin fəaliyyəti, daha sonra xidmətlərin qiymətləndirilməsi, nəzarət sistemləri, asan xidmətdə vətəndaşlarımız üçün təmin olunan rahatlıq, hər bir şərait. Bildiyiniz kimi, kafe, daha sonra uşaq güşələri, vətəndaşların rahatlıq üçün istənilən fəaliyyət yaradıb, təbii ki, ən əsas vətəndaşlara göstərilən şəffaf, effektiv və innovativ xidmətdir, hansı ki, bir məna olaraq bu dövlət və hökumət başçılarının diqqətini cəlb edir. Mən xüsusi bir məqamda qeyd etmək istəyərdim ki, bu istiqamətdə sonda asan xidmət ümumilikdə insan hüquqlarının realizasiyası baxımından çox mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət xidmətlərinə bərabər və əlçatan çıxış hər bir vətəndaşın hüququdur, hər bir insanın ən sadə hüquqlarındandır. Və BMT-nin İnsan Hüquqları Şurası 2018 və 2023-cü illərdə məhz bu istiqamətdə ölkəmizin təşəbbüsü əsasında 2 qətnamə qəbul edib və bu da asan xidmətin ümumiyyətlə insan hüquqlarının realizasiyası baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan amillərdən biridir. Təşəkkür edirəm. Murad müəllim, siz süni intellektdən danışdınız və bu data portalda süni intellektin yaratdığı rahatlıqlardan söhbət açdınız. Məqsəd və xidmətlərə toxunduq. Bəs süni intellekt deyəndə bizim adət etdiyimiz, istifadə etdiyimiz o data bazası olan süni intellektlərdirmi? Və yaxud da elə bax, bu data portalında tətbiq olunan süni intellektlər hansılardır? Belə yəqin ki, sualı ünvanlamalıyam. İstərdim bu haqda da danışaq. Mən bundan qabaqki sualınıza bir nümunə vurğuladım. Əslində agentliyin fəaliyyətində müxtəlif istiqamətdə süni intellekt həllərindən istifadə edir. Sizin sualınızı daha belə aydınlaşdırmaq üçün icazənizlə daha bir neçə nümunəyə gətirim ki, yəni dövlət xidmətlərinin göstərilməsi prosesində süni intellekt həlləri necə tətbiq olunur və bunun faydası nədir? İstər cəmiyyət üçün, istər dövlət qurumu üçün. Agentliyin tabeliyində 108 çağrı mərkəzi fəaliyyət göstərir. 108 çağrı mərkəzi ölkədə bütün dövlət xidmətləri ilə bağlı sualların cavablandırıldığı bir çağrı mərkəzidir. Və bu çağrı mərkəzində biz süni intellekt vasitəsilə zənglərin avtomatik şəkildə, yəni insan əməyi olmadan avtomatik şəkildə cavablandırılması həlli üzərində hal-hazırda layihə icra olunur.
layihə demək olar bitib, test mühitində hal-hazırda icra olunur və yaxın müddətdə artıq real olaraq istifadəyə verəcəyi gözlənir. Bu bizə nə verir? Məsələn, çağrı mərkəzi 9-dan 6-ya qədər standart iş rejimində işləyir. Təbii ki, 6-dan sonra vətəndaş zəng edirsə, ona çağrı mərkəzi üçün qeyri-iş saatı olduğu və növbəti gün zəng edilməsi istənilir. Amma artıq vətəndaş bu süni intellekt əsaslı çağrı mərkəzi, səsli bot adlandırdığımız çağrı mərkəzi fəaliyyətə düşəndən sonra vətəndaş hətta qeyri-iş saatlarında belə istədiyi dövlət xidməti ilə bağlı ona maraqlandıran suala cavab verə biləcək. İş saatlarında da bəzən günün bəzi saatlarında zənglərin sayının həddən artıq çox olmağı, orada müəyyən yüklənmələrin və vətəndaşın xəttə çox gözləməyinə səbəb olur ki, həmin süni intellekt əsaslı səsli bot işə düşəndən sonra artıq belə deyək, gözləmə müddəti, vətəndaşın onun zənginə cavab verilməsinin gözləmə müddəti sıfıra endiriləcək və zəng etdiyi vaxt günün hansı səsinə asılı olmayaraq minimuma endiriləcək və təbii ki, bu da yekunda vətəndaş məmnuniyyətinin qorunmasına və daha da artırılmasına səbəb ola bilər. Başqa bir nümunə istəyərdim gətirim, hansı ki, bu da yenə asan xidmət mərkəzlərinin fəaliyyətində tətbiq olunur. Bəzən vətəndaşlar müraciət edəndə vətəndaşa obyektiv olaraq ona xidmət göstərilməsindən imtina edilir. Məsələn, ta ki, vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmək üçün müraciət edib, amma hansısa bir tələb olunan sənədi təqdim etmədiyi üçün təbii olaraq dövlət qurumunun nümayəndəsi ona həmin sənədi gətirməsini istəyir və ona xidmət göstərməkdə imtina edir. Çünki qanunvericiliyin müəyyən tələbləri var ki, o tələblər əsasında zəruri sənədlər təqdim olunmalıdır. Lakin bu imtina halları mütləq şəkildə asan xidmət mərkəzində hər biri sonradan monitorinq olunur ki, yəni verilən imtina halı əsaslıdır yoxsa əsassızdır. İndiki halda bu proses insan əməyi vasitəsindən yoxlanılır. Yəni hansısa bir nəzarətçi, hər bir asan xidmət mərkəzində müəyyən olmuş nəzarətçi oturur və bir-bir həmin imtinanın məzmununu araşdırır və gedir bir neçə qanunvericilik aktında araşdırmaqla verilən imtinanın əsas olub-olmadığını müəyyənləşdirir. Lakin bizə tətbiq olunan imtina hallarının monitorinq məqsədi ilə bizim hal-hazırda tətbiq etdiyimiz audit, süni intellekt əsaslı audit sistemi ona əsas verir ki, artıq dövlət qulluqçusu özü imtina verməmişdən öncə həmin imtinanın səbəbini özü süni intellekt əsaslı sistemdən istifadə etməklə əsaslı yoxsa əsassız olduğunu müəyyənləşdirir. Və artıq bu sonradan, belə deyək də, sonradan bu prosesin insan əməyi vasitəsilə yoxlanılmasına ehtiyac olunur. Və bu da bizə nəyə imkan verir? Bu bizə ona imkan verir ki, mümkün olan yanlış imtinaların sıfıra endirilməsini. Təbii ki, bu hallar ümumiyyətlə çox az saydadır, amma mümkün olan yanlış imtina saylarının sıfıra endirilməsinə gətirib çıxarır. Əslində, vaxtımız varsa bu nümunələrin sayını daha da çox artırmaq olar. Əslində biz xeyli sayda danışa bilərik, həm data portaldan, həm asan xidmətin fəaliyyətindən, amma təəssüflər olsun ki, bizə ayrılan vaxt bitdi. Hər ikinizə təşəkkür edirəm, Məhəmməd Əli müəllim, Murad müəllim, çox sağ olun və vurğuluyum ki, studiyada qonaqlarım Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Məhəmməd Əli Xudaverdiyev idi və analitik təhlil və statistika şöbəsinin müdiri Murad Fəthullayev idi ki, biz onlarla birlikdə həm yeni tətbiq olunan publik data portalı haqqında danışdıq və eyni zamanda asan xidmətin fəaliyyət istiqamətlərinə toxunduq, beynəlxalq əməkdaşlığa toxunduq, aldığı mükafatlara toxunduq və növbəti perspektivlərdə nələr var, nələr gözlənilir, bax bu haqda danışdıq və bizə ayrılan 3 saatlıq canlı yayın vaxtı başa çatdı. Sabah görüşərik. Hələlik.